Martın 1-dən minimum aylıq əmək haqqı 50 manat artırılır. Dövlət başçısının bununla bağlı sərəncamı 600 minə yaxın insan əhatə edəcək. O cümlədən 450 min nəfər dövlət sektorunda işləyən şəxsin əmək haqqında 30%, 150 min nəfər özəl sektorda işləyən şəxsin əmək haqqında isə 25% artım olacaq. Bu bir daha göstərir ki, ölkədə həyata keçirilən siyasətin əsas xəttini Azərbaycan vətəndaşı, onun güzəranının yaxşılaşdırılması, sosial rifahı təşkil edir. Əməkdaşımız Südabə Cahangirlinin xüsusi reportajını təqdim edirik. Dövlət başçısının sərəncamına əsasən minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılır. Bu bir daha onu təsdiqləyir ki, minimum əmək haqqının hər il artırılması ölkəmizdə həyata keçirilən ardıcıl islahatlardandır və bu artıq ənənə halını alıb. Sosial təminat və sosial müdafiə ölkənin əsas maliyyə sənədi olan dövlət büdcəsində də hər il prioritet təşkil edir. 2019-cu il martın 1-dən minimum aylıq əmək haqqı 38,4%, yəni 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır. Bununla da ölkəmizdə minimum əmək haqqı yaşayış minimuma çatdırılır. Minimum əmək haqqının artımı birbaşa olaraq 600 minə yaxın insanı əhatə edəcək. O cümlədən 450 min nəfər dövlət sektorunda işləyən şəxsin əmək haqqında 30%, 150 min nəfər özəl sektorda işləyən şəxsin əmək haqqında isə 25% artım olacaq. Eyni zamanda minimum əmək haqqının artımı əmək münasibətləri legallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Minimum əmək haqqının artırılması ilə bağlı dövlət büdcəsinə illik 400 milyon manat, 2019-cu ilin 10 ayı üzrə isə 335 milyon manatadək əlavə vəsait yönəldiləcək. Sərəncamın multiplikativ effekti var. Belə ki, minimum əmək haqqı 180 manata qaldırıldıqda pillələr üzrə bütün digər əmək haqqları da artırılır və son nəticədə demək olar ki, bütün dövlət sektorunda işləyən, dövlət büdcəsindən maliyyələşən sahələrdə işləyən insanlarımıza bu və ya digər formada təsir göstərəcəkdir. Sərəncamın digər bir əhəmiyyəti isə əlbəttə əmək haqqlarının legallaşması baxımından mühüm bir addımdır. Belə ki, bir çox hallarda 180 manatdan aşağı belə deyək, əmək haqqları göstərilərək bəzi hallarda əmək haqqının tam şəkildə rəsmi olaraq ödənilmirdi. Yeni sərəncamın nəticəsi olaraq artıq qanunvericinin tələbi olacaq ki, minimum əmək haqqı olaraq 180 manatdan aşağı əmək haqqı göstərilməsin və əlbəttə ki, bu da əmək haqqlarının legallaşması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Digər bir müsbət effekti sərəncamın xanımlarla kişilərin əmək haqqlarının arasında olan fərqin azaldılmasına xidmət edəcəkdir. Çünki bu sərəncamın əsas əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyən şəxslərdir ki, onların da böyük əksəriyyəti xanımlarımız təşkil edir və ona görə də vahid tarif cədvəli üzrə tarif vəzifə maaşları artdığına görə xanımlarımızın əmək haqqlarında artım olacaqdır. Nazirlər Kabinetində dövlət büdcəsinə maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif vəzifə maaşlarının məbləğinin bir ay müddətində bu sərəncama uyğunlaşdırılması tapşırılıb. Apardığımız təhlillər göstərir ki, Azərbaycan Respublikasında 400 min vətəndaşın, çalışanın əmək haqqısı 180 manatdan aşağı olub və onların 270 minə qədəri dövlət sektorunda çalışırdı. Məhz bu şəxslərin birbaşa təsir olacaq, onların əmək haqqısı 180 manatdan daha çox olacaq, onların əmək haqqına ciddi artımlar şəklində öz töhfəsini göstərəcəkdir. Eyni zamanda özəl sektorda öz töhfəsini göstərəcək və bir nüansı qeyd eləmək istəyirəm ki, bu sərəncamla eyni zamanda Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı yaşayış minimuma çatdırıldı və orta aylıq əmək haqqının 33%-ni təşkil edir artıq minimum əmək haqqı. Bu da çox yaxşı göstəricidir və qarşıdakı illərdə bunun daha çox artıracağı proqnozlaşdırılır. Çünki Azərbaycan Respublikasının hədəfindən biri odur ki, əhalinin gəliri artsın, rifah halı yaxşılaşdırsın. Əmək haqqının 130 manatdan 180 manata qaldırılması bu bütün Azərbaycan vətəndaşlarını sevindirir. Eyni zamanda da bizi. Biz çox minnətdarıq ölkənin prezidentinə, bizim qayğımıza qalır. İqtisadi durumu nəzərə alaraq vətəndaşların maaşlarına, pensiyalara böyük qayğı və diqqət yetirir və bu qayğı diqqətin də nəticəsidir ki, o hər dəfə bu maaşların üzərinə biraz da əlavə olunmaqla vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına böyük köməklik göstərir. Birdən-birə 50 manat artırmaq əlbəttə yaxşıdır bütün vətəndaşlar üçün. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilən ən əhəmiyyətli sərəncamlardan biridir.
bu sərəncamın qüvvəyə minməsi ilə Azərbaycanda 400 mindən çox vətəndaşın əmək haqqları qaldırılacaqdır. Dövlət sektorunda çalışan, əmək haqqları yaşayış minimumdan aşağı olan bütün bizim vətəndaşlarımızı əhatə edəcək. Eyni zamanda Cənab Prezidentin sərəncamının növbəti bir bəndi ilə başqa sektorlarda, özəl sektorda çalışan deməli işçilərin də əmək haqqlarının buna uyğunlaşdırılması ilə bağlı özəl sektorun rəhbərlikləri müvafiq tədbir görməlidirlər. Beləliklə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun aşağı salınması, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində bu sərəncamın olduqca böyük əhəmiyyəti olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi dövlətin və dövlət başçısının diqqətində olan prioritet məsələlərdəndir. Doğrudan da Cənab Prezidentimiz fəaliyyətində sosial sferi ilə bağlı ardıcıl, mütəmadi və davamlı olaraq bu kimi tədbirlər həyata keçirilir, tapşırıqlar verir. Və bu isə bir daha onu göstərir ki, doğrudan da Prezident daimi Azərbaycan vətəndaşları ilə birgədir və həyata keçirdiyi siyasətin başlıca məqsədi, başlıca hədəfi Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsidir. Azərbaycan vətəndaşlarının maraqlarının qorunması, ifadə olunmasıdır və bütövlükdə götürdükdə isə sosial tədbirlərin həyata keçirilməsi məhz bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Xüsusən nəzərə alsaq ki, söhbət sosial qayğıya daha çox ehtiyacı olan ailələrdə əmək haqqı artımından gedir və nəticə etibarən təbii ki, onların sosial təminatı baxımından çox vacibdir. Minimum əmək haqqı xüsusən də dövlət büdcəsindən vəsait alan və birbaşa əmək haqqısı tarif cədvəllərinə uyğun olaraq müəyyənləşdirilən vətəndaşlarımızın əmək haqqısının müəyyənləşdirilməsində həlledicidir və minimum əmək haqqı məbləğinin artırılması sadəcə minimum əmək haqqı alan vətəndaşlarımızın gəlirlərinin artması deyil, eyni zamanda sözgedən meyardan istifadə etməklə əmək haqqısı müəyyənləşən vətəndaşlarımızın da maaşlarında artımlara gətirib çıxaracaq. Son illər dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qaçqın və məcburi köçkünlərin, əlillərin həyat şəraitinin yaxşılaşdırılması, əhalinin məşğulluğunun təmin olunması, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində verdiyi çoxsaylı fərman və sərəncamlar Prezidentin şəhid ailələrlə keçirdiyi mütəmadi görüşlər bunu bir daha sübut edir. Dövlət başçısı qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrə özü gedir və həmin insanlarla birlikdə yeni evlərin açılışını edir. Şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim edir və hər zamanda bunu özünə borc bildiyini vurğulayır. Elə ötən il dövlət başçısı İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərman vətən uğrunda həlak olmuş şəhidlərin ailələrinə, onların vərəsələrinə 11.000 manat həcmində yardım göstərilməsi barədə oldu. Bu sayədə böyük işlər görülür və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon manat vəsait ödənilib. Bundan başqa, təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, evlər verilib. Bu siyasət davam edir. Bu ildə əlavə olaraq 800 şəhid ailəsinə yeni mənzillərin verilməsi, evlərin tikilməsi gözlənilir. Göstərilən böyük diqqət və qayğının nəticəsində indiyədək 300 minə yaxın məcburi köçkün ev və mənzillə təmin edilib. Bu kateqoriyadan olan insanlar üçün tikilən şəhərciklərin sayı 100-ü ötüb. Keçən il 5900 məcburi köçkün ailəsinə mənzilləri verilib və bu ildə 6000-dən artıq mənzilin verilməsi planlaşdırılır. Dövlət az təminatlı ailələri də unutmur. Sosial mənzilləri inşa edilərək belə ailələrin ixtiyarına verilməsi hər kəs tərəfindən alqışlanılır. Görülən bütün bu işlərin nəticəsində ölkədə əhalinin rifah halı yüksəlib, yoxsulluq 49%-dən 5,7%-ə düşüb, mütləq yoxsulluq ümumiyyətlə ləğv edilib, işsizlik isə 50%-dən 5%-ə enib. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində son 15 ildə ölkəmizdə 2 milyondan çox iş yeri yaradılıb. Əhalinin pul gəlirləri dəfələrlə artıb, orta aylıq əmək haqqları, pensiya və müavinətlər dəfələrlə yüksəlib. 2004-cü ilə müqayisədə minimum əmək haqqı 6,5 dəfə artaraq bugünə 130 manat təşkil edir. Bu Azərbaycan dövlətinə özünə məxsus sosial-iqtisadi inkişaf tendensiyasıdır. Xüsusilə burada daha çox diqqəti çəkən məqam odur ki, bu inkişaf tendensiyası məhz müharibə şəraitində 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olduğu bir şəraitdə baş verir. Azərbaycanda sosial müdafiə sistemi müasir tələblərə uyğun olaraq daim yenilənir. Dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunu, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturların təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib. Südabə Cahangili, Elçin Tağıyev xəbərlər.